Görün adamlar bu monitoru nə üçün düzəldiblər? Fikir verin. Bax bu telefonu qoşmuşam bura. Amma burada bütün bax telefonun belə deyək də bütün fizionomiyasını bax bura köçürdür və inteqrasiya eləyəcək. Maşında bir dənə funksiya var. Yəni dumanı dəf etmə funksiyası. Təsəvvür eləyin, oturursunuz maşında və dumanlı havadır. Çətin bir havadır. Çünki dumanlı hava ən çətin bir belə deyək də səviyyədir. Və bu maşın o dumanı yarır. Bax bu monitor vasitəsilə. Oturursunuz, gedirsiniz və yaxın 190 metrdə dumanı yox eləyir. Dayının ehtiyat səsi anbarına bax. Hər şey var qardaşım. Hər bir şey. Ağlınıza nə gələcəksə bütün detallar şurupuna kimi. Bir dənə görün nə boydadır. 2 mərtəbəli anbardır. Bir dənə bunun patpresini, bir də bu belə deyək də buferini göstərmək istəyirəm xüsusilə. Bir dənə bufere baxın görünüzü gəlir. O başqa şirkətdəki kimi, məsələn, şirkətlərdəki kimi belə hazır detal prosta strukturla gəlmir ha. Bax, nikellə zaddan hazır. Gəldi bufer, taxtın yerinə qutardı, getdi, çıxdın, getdin. Bir dənə bura gəl. Çox maraqlı bir dənə detal var burada. Aporun diska bax. Dayaq diskinə. Dayon Rihay modellərinə təsəvvür eləyin. 8 il zəmanət verilir. 8 il və yaxud da 150 min kilometr. Və hal-hazırda avtomobil ilk texniki yoxlanışına gəlib. 6 ay keçib və maşın gəlib ilk dəfə texniki yoxlanışa və bu texniki yoxlanış şirkət tərəfindən pulsuzdur. Bundan artıq nə istəyirsiniz? Yaxınlaş bura. Xəyyam usta da buradadır. Xəyyam necəsən, nə var mı? Çox sağ olun, siz necəsiniz? Çox sağ ol, təşəkkür edirəm. Xəyyam, biz indi bu maşının nəyini yoxlayacağıq və nələr belə deyək də yoxlanışdan keçəcək? İlk 6 ayda və yaxud da 5000 kilometrdə maşın yaxınlaşır. Biz ümumi texniki baxış eləyirik. Askı sistemi, işləyiş sistemini yoxlayırıq və mən diaqnostika edirəm, elektron sistemini ümumi yoxlayıram, müştərimizə təhvil veririk. Bu maşını alanlara demək istəyirəm ki, ürəklərini buz kimi saxlasınlar. Çünki bu avtomobilin belə deyək də bütün əsas komponenti Bosch şirkətinə aiddir. Biz bu batareyalardan məsələn danışsaq, bu bir çox insanlar deyirlər ki, elektromaşınlar biraz batareya, şua, zad. Bunlar necə tənzimlənir? Yəni qorxa bilərik bu maşından yoxsa yox? Yox, tam yoxlanılıb, heç bir qorxusu yoxdur. Yəni zavod tərəfindən də bizə video şəklində göndəriblər. Sertifikatları var ki, heç bir qorxusu yoxdur. Çində bu maşının batareyasına, yəni nə az nə çox 100 il qarantiya verirlər, zəmanət verirlər. Çində. Yəni deyirlər ki, biz bunu veririk. Amma indi şirkət əlbəttə ki, rəsmi olaraq hər şeyi nəzərə alaraq 8 il zəmanət verir. Xəyyam, belə bir problem çıxıb ki, siz bu maşını həll eləyə bilmirsiniz. Yəni o problemi həll eləyə bilmirsiniz. Müştəri də deyir ki, qardaş, mənim maşınımı düzəlt ver də. Yəni nə edəcəksiniz? Bax o vəziyyətdə nə edəcəksiniz? Nətər edəcəksiniz? Yəni nə olur işlədə bil. Mən sizə Bosch deyirəm. Yəni Bosch istehsal etdiyi şeylərdə problem görsənməyib.